Azərbaycan Kimboksing Federasiyasının təşkilatçılığı ilə Sumqayıtda və Kürdəmirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə, Bakıda isə 9 may qələbə gününə həsr olunmuş kimboksing yarışları başa çatıb. Yarışlarda 600-ə yaxın idmançı iştirak edib. Azərtac xəbər verir ki, yarışlar Sumqayıt Olimpiya və Kürdəmir Olimpiya komplekslərində, Bakıda isə Şağan Olimpiya kompleksində baş tutub. Federasiya prezidenti Orxan Əliyev Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərin federasiya tərəfindən silsilə şəkildə keçirildiyini qeyd edib. Hər bir Azərbaycanlının qürur mənbəyi olan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyi üçün mayaqdır. Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət heç bir zaman unudula bilməz. Bugün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər arasında idmana böyük maraq yaranıb və onlar böyük həvəslə yarışlarda iştirak edirlər. Bu istiqamətdə tədbirlərimiz digər regionlarda da davam edəcək. Yarışları Azərbaycan Kimboksing Federasiyasının Hakimlər Kollegiyasının üzvlərindən ibarət 50-dən çox hakim idarə edib. Qalib idmançılara Ulu Öndərin adı əks olunan kubok, medal və fəxri diplomlar təqdim edilib.